Ürəndən, arxacın o daşların üstə oturup bu yaşa gələnə kimi hamısı kino lenti kimi gözüm qavandan bir-bir gəldi keçdi. Hamısı bir-bir gəldi keçdi, orada gözəl insanlar olub. Qoy Allah da arzu edirəm, onların hamısına rəhmət eləsin, gözəl insanlar gedib. Və gerdə qalanların da hamısı gözəl insanlardır. Qoy bu gözəl insanların sağlığı olsun. Zəlimxan Yaqubun o saz poeması var, orada Qaraçı havası haqqında bir gözəl şeir var. Der, dillən ay Qaraçı aman günüdür. Qoyma yaxaladı duman dağları. Səsinlə silkələ qaldır yerindən fikir dəryasına cuman dağları. Hani aşıq şunun gəlmir avazı. Dillənmir havası, səslənmir sazı. Köçüb Köroğlusu gedib eyvazı, salıb bu həsrətə zaman dağları. Ürəklər bir daha ağrı bilməsin. Heç kəsin qəlbinə dağ çəkilməsin, yaxşılar görməsin yaman dağları. Qoy, mən Allahdan arzu edirəm ki, qoy, mənim qonşularımın, mənim el oğullarımın, mənim vətənimin, mənim insanlarımın ürəyinə dağ çəkilməsin. Qoy, Allahdan arzu edirəm ki, onlar üçün Allahın ən xoş günlərindən pay olsun. Xoşbəxt olsunlar. Allahdan bir də arzu edirəm ki, mənim Qarabağım azad olsun, mənim torpağım birləşsin, Borçalım, Dərbəndim, Azərbaycanım, Cənub Azərbaycanım, Təbrizim birləşdim, bir gözəl dövlət olsun. Biz də böyük bir dövlət kimi, bir millət kimi dünyaya öz səsimizi tanıdaq, öz sözümüzü deyə bilək, səslər içində qoy səsimiz seçilsin. Həmişə torpağımız belə gür olsun, insanlarımız belə bol olsun. Yenə yavaş-yavaş el köçüb gedir, dağların saralıb solan vaxtıdır. Ayrılıqdan ürəklərin titriyib, gözlərin kövrələn dolan vaxtıdır. Xatirə ilə dolu eniş yoxuşlar, kimə sevinç, kimə kədər bağışlar. Aman Allah qan ağlayır baxışlar, sevən ürəklərin talan vaxtıdır. Mən gah günəşinəm, gah da dumanın, ömrü nədir, gilə-gilə damanın. Həsrətdən, möhnətdən, sazın kamanın, yaralı-yaralı çalan vaxtıdır. Könlü böyləşibdir borana, qara, bütöv sevinç hara, sücayət hara. Kim ölə, kim qala, gələn bahara, şairin gübanda qalan vaxtıdır. Qoy, hamıza bir də can sağlığı arzu edirəm. Qoy, harada oluruqsa, has torpaqda yaşayırıqsa, müvəqqəti getmiş hissədən. Qoy, harada öz elimizi, el obamızı yaddan çıxartmayaq. Ən azı ömrümüzün 3-dən birini bu torpağa qaydaq, bu torpağı şenləndirək. Bu torpağı ayağımızı möhkəm basaq. Bizim bugünkü musiqimizdən, bu şadlığımızdan, inanın bu daşlar, bax, bu evlərin hamısı sevindi. O gözəl dağına bir sevinç yağdı. Çünki bu torpaq həmişə şen olmuşdu, gürültülü olmuşdu. Fəxrəli elinin bir gözəl vaxtı var idi. Yəni insanların hamısı burada cəm idi. İndi müəyyən iqtisadi vəziyyətə görə dağılmışıq, müəyyən müddətə eldən uzaq olmuşuq. Yəni mən özüm nəzərdə tutub deyirəm, bəlkə də bir gün yox, bir saat da mənim ürəyimdən torpaq, vətən yaddan çıxmır. Mən özüm bir milləti sevən adamam, bir balaca millətçi adamam. Yəni haradasa mənim millətim haqqında söhbət düşəndə istər-istəməz, yəni mən kimsə mənim millətim haqqında bir pis söz deyəndə, yəni bir layiqsiz söz deyəndə mən ona etirazımı bildirirəm. Bəlkə özümə deyəndə özüm susuram, yəni özüm bağışlaya bilirəm, amma millətim haqqında nəsə deyəndə onu mən qəbul edə bilmirəm. Qoy millətimin sağlığı olsun, yəni millətimin içində hamınızın sağlığınız olsun, həmişə mehriban olaq, cəm olaq, parçalanmayaq, bütöv olaq, tam olaq. Və biz tam olduqca, biz bütöv olduqca, yəni ətraf başqaları da bizdən çəkiləcək bir millət kimi formalaşacaq və başqa millətlərə öz gücümüzü göstərə bilirlər. Qoy millətimin sağlığı olsun, torpağımın sağlığı olsun, elimin, obamın, bütün Türk dünyasının sağlığı olsun. Sağ olun.
vaxtdır. Az olan varını çox eylər Allah. Yoxdan var verər ki, heyran qararsan, istəsə ömründə yox eylər Allah. Bir şu tutanda tutma qəzəfli. Oyanma qəzəfli, yapma qəzəfli. Yoxsuda bir gül də atma qəzəfli, qaytala, sinəyə ox eylər Allah. Demə puldan yazır, pula möhtaçdır. Kənd da bəhmənə qızıldan tacdır. Kəstir milyonu olsa da acdır, mərd olan yoxsunu, çox eylər Allah. Kerem kimi qaynayaram, coşaram. Alışaram, eşq oduna düşərəm. Zorun varsa imtihana qoşaram. Bu sinəmdə ay qaraday, qara karım var. Keçmişlərə Allah rəhmət eyləsin, qalanlara fəxrali kimi yaşadan oğlanlara eşq olsun. Bəli, şair Nəbi dərsin oxudu kamil, kəndin ustad olsa mən olam qayil. Yolun düşsə təşbihdir İstanbul fəxralı təki ağrıyalım var mı? Hörmətli qonşular, bir daha bayramımızı təbrik edirəm. Yəni bugün özləri burada olmayıb, ürəkləri burada olan
qonşularımız var, yəni el oğullarımız var. Bu məclisin belə yaranmağında böyük, yəni həvəs göstərən, zəhmət çəkən, belə kəsədən gidin pul göndərən oğlanlar var. Onlardan da ikisi Şamlıdov Mahalla İsmailov babadır. Qoyların da canları sağ olsun. Yəni əvvəlcədən onları pul göndəriblər ki, qoy özümüz orada iştirak eləyə bilməsək də, yəni qoy bizim Arxaç məhəlləsində gözəl bir şənlik olsun. Qoy canları sağ olsun, hər ikisinin sağlığı olsun. Allah'tan bir də arzu edirəm, mən elmə, obama xoş günlər arzu edirəm. Və bütün insanlara, bütün bizi sevən insanlara xoşbəxtlik arzu edirəm. Mahalla baba burada yoxdur. Onların özləri, ürəkləri buradadır, amma yerində Arxacın gözəl nümayəndələri var. Oradan Faiq, Faiq. Sən Elçin necə oldu? Quşov Elçin. Bir də bizim İsmailov Ayaz. Üçünüz də bura gelirsiniz. Buyurun, ürək sözlərinizi deyin. Faiq. Yaş olsun. Allah gündüz belə bayramlar keçirsin. Sağ olun. Bugünkü günü bize söz verdiğinize göre biz de bir Arxacın oğluyuq. Qoy həmişə Arxacı mən belə bir gün. Bugünkü günü bu yığıncaq o deməkdir ki, biz hamımızı birliyə çağırırıq. Gəlin bir olaq. Elə də birik, bir dolacaq. Bizə də kömək verən bu kənarda olan bizim qardaşlarımız hamısı sağ olsun. Mahal da sağ olsun, baba da sağ olsun. Elə də burada bugünkü günü bir 70-80 adamımız da var. Bunların hamısının dəstəyinlə biz bu işi təşkil eləmişik. Sağ olsun bizim Arxaç bəyimiz. Öpürəm Arxacı. Mən də hamını bayramı təbrik edirəm. Neçə belə bayramlara çıxaq. Özünüz orada muhabbət eləməyin. Gözləyirəm səhər-səhər, gəl görüşə yanına yetər. Aydı qız gözəl yetər, bu həsrəti məni üzər. Gözləyirəm səhər-səhər, gəl görüşə yanına yetər. Gözü sen seven aşıkların şirin
edirəm, gələn bayramımız bundan da şen olsun. Burada olan insanlar hələ azlıqdır, ətrafda olanların da hamısı çoxsu cəm olsun, bundan da gözəl keçirək. Bir axşam da qəribdir, mən də qəribəm. Xəyalımdan nələr keçdi, darıxdım. Zalim ayrılığın kamil ovçusu ox attı qəlbimi, deşdi, darıxdım. Bu necə zamandı, bu necə andı. Ürəyim alışdı, ciyarım yandı. Uzaqdan bir çəngə bulut boylandı, xəyalım uzağa uçdu, darıxdım. Qoy yazım varağı qalmasın ağı. Heç kəs qəm çəkməyib bəhmən sayağı. Çox da müqəddəsdir Gəncə torpağı, Kəlbəcər yadıma düşdü, darıxdım. Çox da Azərbaycan torpağı bizim üçün müqəddəsdir, bizim üçün əzizdir. Amma vətən torpağı üçün, Borçalı torpağı üçün həmişə biz darıxırıq. Bugün mən gəlmişəm, bu kəndimizdə gözəl bir körpünün açılışı var, yolların belə düzəlməyi var. Yəni, mən qoy el üçün, obaz üçün bir daşı daş üstə qoyan bütün oğlanların sağlığı olsun. Qoy Allahdan arzu edirəm, qoy canları sağ olsun. Kimliğinin asılı olmayaraq, harada yaşayırsa, vətən üçün nəsə bir iş görürsə da, yəni deməli o adam vətəni yaddan çıxartmayır. Bu adamın qoy canı sağ olsun, qoy Allahdan onlar üçün uzun ömür arzu edirəm ki, yəni vətən, kəndin başqa problemləri də qoy həll olunsun. Bir də canınız sağ olsun. İştirak edən oğlanlar var. Əsas yəni yükü çiyninə götürən oğlanlar var. Qoy Arifin sağlığı olsun, Müslümün sağlığı olsun. Yəni el üçün, obas üçün, məhləs üçün kim nə iş görürsə da, yəni o insan elin gözündə o insan ucalayır. Qoy hər ikisinin sağlığı olsun. Ariflə, Müsülə, haradasınız? Qoy sizin sağlığınız olsun. Yəni bu balaca məclisin yaranmağında sizin böyük zəhmətiniz var. Bir sərçə ürəyində sərçə yerləşər. Fillər qanad açar fil ürəyinə. Damlalar birləşib baş-başa versə bir təpər gətirər sel ürəyinə.